Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rahmetullah əziz dostlar. Hər vaxtınız xeyir olsun. Rəzəb ayının dualarının şərhi barəsində danışırdıq. Biz gəlib duanın bu hissəsinə çatdıq. Ya mən ərcuhu li kulli xeyr duasının bu hissəsinə vəzidni min fadlikə ya kərim. Ey kərim, öz fəzlindən artır mənə. Sual yaranır həqiqətən insan üçün. Əgər biz Allah təbarək və tealadan bütün dünya və axirət xeyrini istədiksə və həmçinin bütün dünya və axirət şərrindən amanda qalmağı istədiksə, bəs bu fəzlindən məndən artır nə deməkdir? Çünki istisnasız hər şey istədikdə. Vəzidni min fadlikə ya kərim. Ola bilər ki, bu məsələyə işarə eləsin. Baxın, bu istəklərə biz diqqət eləyəndə hamısı nəyə qaydırdı? Bu istəklər sırf insanın nicat tapmasına qaydırdı. Ki, yəni ilahi məni xilas elə. Dünya əzablarından, dünya şərrindən məni xilas elə. İlahi məni axirət şərrindən xilas elə. İlahi dünyada olan nimətlər ki var, mənə ver, əta elə, xeyirlər ki var. Axirətdə o xeyirlər ki var, cənnətdir, nə bilim, meyvələrdir, mənə əta elə. Lakin imam burada nə demək istəyir? İmam deyir ki, bəli, bunlar yaxşıdır, gözəldir. Amma ilahi öz fəzlindən mənə də artır. Nədir? Həmən o Allahın özünü istəməkdir. Ki, ilahi, yəni sən mən razılığını istəyirəm. O, həmən o ayə ki var, buyurur onlara cənnət veriləcək, bağlar veriləcək filan, gəlib deyir ki, var ridvanun minallahi əkbər. Allahın razılığı daha böyükdür. Allahın razılığı, bəziləri Allahın razılığı ardıncadılar. Vəzidni min fadlikə, yəni bu. Ki, ola bilər, yəni bu olsun, biz demirik, dəqiq isfas budur ya, yəni bunu deyə bilər. Bəlkə də buna işarədir ki, ilahi öz fəzlindən artır mənə. Yəni bunu mənə ver. Mən həqiqətən sənin razılığını düşünüm. Baxın, hətta bir dənə dua var, hədis var, çox düşündürücü hədisdir. Yəni adam doğrudan yəni uyğundur ya, yəni Quran ayələrinə də uyğundur, hədislərə də uyğundur ki, oxuyacaq hədisə də deyərik. Deyir, وَقَدْ يَغْفِرُ الْمَوْلَى لِعَبْدِهِ Bəzən Mövla öz bəndəsini bağışlayır, amma وَهُوَ عَنْهُ غَيْرُ رَاضٍ Bir halda ki, Allah ondan razı deyil. Bu nə deməkdir? Həmən o bəhs ki var, deyir, ibadət edənlər 3 qismə bölünür ibadəti, bəziləri tacirlərin ibadətidir, bəziləri qorxaq insanların ibadətidir, bəzi isə xalislərin ibadətidir. Həmən ona bəziləri, yəni bəziləri istəyir ancaq cənnətə düşsün, bəziləri istəyir cəhənnəmdən xilas olsun. Yəni əzabdan qorxur, orada olan nimətləri ancaq düşünür. Ev yoxdur ya, müəyyən mərhələdə bu da lazımdır. Yəni biz o uşaq, balaca uşaq, orta məktəbə gedən nə etmək lazımdır? Deyir, hətta ondan maddi şeylər də al, hədiyyələr də al ki, şirniklənsin, oxusun. Lazımdır bu, çünki o dərki o dərəcədədir. Ki, bu ancaq hər şeyi məhsus görür, hər şeyi deyək ki, o maddi görür. Ona məsələn desən ki, sən böyüyəcəksən, xidmət eləyəcəksən insanlara, Allah yanında mükafatın olacaq, onu dərk eləmir. Amma deyəndə ki, məsələn, sənə bir dənə telefon alacam, ya məsələn, sənə xoşuna gəldiyi meyvə alacam, ya xoşuna gəldiyi müəyyən bir şey alacam, o artıq həvəslənir. Yəni, bu cürdür. Allah təbarək və teala da insana bu cür tərbiyə üsulubudur ya bu. Allah təala da insanı bu cür tərbiyə eləyir. Sizə orada meyvələr verəcək, cənnətlər verəcək, bağlar olacaq, cəhənnəmdən qoruyacaq sizi. Amma bunu da bilin, sonra yavaş-yavaş böyüyəndən sonra deyir, bəziləri isə Allahın razılığı ardıncadılar. Allahın məhəbbəti arzuna və yuhibbunəh və yuhibbuhu və yuhibbunəh. Allahı sevirlər və Allah da yuhibbuhu və yuhibbunəh. Allah onları sevir və onlar da Allahı sevirlər. Ki, Allah sevgisi arzıncadılar. Bunlar Allahın razılığı ardıncadılar. İmam Əli əleyhissalam bu sözü deyir. Biz də oxuyuruq. Bəzən indi Allah nəsib eləyəndə oxuyuruq. Mevla'yı həbni səbərtu alə əzabik fəkeyfə əsbiru alə firaqik. Yəni, mənim kimlər üçün bu böyük sözdür, ağır sözdür. Yəni, bizim o, necə deyər, ağzımıza böyük sözdür bu. Ki, ilahi, belə fərz edək ki, mən sənin əzabıva dözdüm, amma sənin mən ayrılığına necə dözərəm? Bu, deyir ki, yenə də, amma biz bunu dərk eləmirik ki, bu nə demək ki, Allahın ayrılığına dözmək necə bir
əzab verici bir şeydir ki, cəhənnəmin odunda yanmaqdan da insana ağır əzab verə bilər. Ki, İmam Əli əleyhissalam bunu dərk eləyir. Bu, təqribən bu məsələyə işarə eləmək istəyir ki, yəni, deyir, ilahi, mən bunları istəyirəm, amma bəziləri, yəni, bununla kifayətlənmir. Bəziləri Allah Təbarək və Teala'nın özünü istəyirlər. Yəni, əgər mən Allahın razılığı ardınca olsam, məhəbbəti ardınca olsam, orada məğfirət də var. Orada cənnət də var. Əsl elə cənnət odur. Lakin əgər cənnət ardınca olsam, ola bilər orada Allahın razılığı olmasın. Yenə də deyirik, razılığın dərəcələri var. Orada təbii ki, Allah Teala razı, bu zəif dərəcədə müəyyən qədər razıdır ki, bu cənnətə düşür. Razılıq hansı mənada ki, bu şəxs həqiqətən Allaha görə ibadət edib. Yəni, məsələn, bəzən mən dostlara deyirəm, eyb yoxdur, Allah Teala indi bir dənə balaca daxma verəcək orada cənnətdə, 2-3 dənə də meyvə atacaq qabağına, ye orada başın qarışsın. Belə lazım deyil. Bəziləri himmətləri yüksəkdir, Allahın özünü istəyirlər. Və Allahın razılığı onlar üçün önəmlidir. Ki, bizdən də tələb olunur ki, bu cür, məsələn, yuhibbuhum, Allah onları sevir və yuhibbunə və onlar da Allahı sevirlər. Maidə surəsinin 54-cü ayəsindədir bu. Bunlar hamısı, bu istəklərə biz diqqət eləyəndə hamısı maddi istəklər idi. Məsələn, cənnətdə xeyirləri mənə ver, cənnət xeyirlərini, cəhənnəmin şərrindən saxla məni, dünya xeyirlərini ver. Bunlar hamısı baxanda görürsən maddi istək. Əlbəttə, biraz da uzağı mənəvi olacaqdı da, məsələn, əxlaqlı olun, filan olun. Amma burada diqqət eləyəndə görürük ki, Allahın razılığı məsələsi hamısından önəmlidir. Bəziləri deyirlər ki, iman gətirib yoxdur. Amma bəziləri imandan da artıq bir dərəcənin ardıncadılar. Nədir? O yəqin. Hansı yəqin istəyirlər? Həqiqətən hər şeyi müşahidə eləyərlər, gözləriylə. Məsələn, Həzrəti İbrahim əleyhissalam barəsində oxuyuruq da Bəqərə surəsinin 260-cı ayəsində. Dedi ki, mənə göstər, necə sən ölüləri dirildisən? Dedi, inanmırsan? Dedi, əvələm tu'min, qalə bələ, niyə inanıram? Və lakin liyətməinnə qalbik. O, yəqinə çatmaq istəyirəm mən. Ki, o yüksək dərəcədir. İstəyirəm, mən bununla kifayətlənmək istəmirəm. İstəyirəm, məndə yəqin olsun. Artıq o eynul yəqin deyir, o dərəcəyə mən çatmaq istəyirəm, ya həqqul yəqin. Daha sonra duanın sonuncu hissəsində deyir ki, yaxşı, mən bunları niyə istəyirəm ilahi səndən? Və bir növ bu sözü deməklə insanda aramlıq yaranır. Ki, yəni imam demək istəyir ki, bu cür başa dərk eləsən bu istəkləri ki, istədiyin, elə düşünmə Allah əta eləyə bilməz, فَإِنَّهُ غَيْرُ مَنْقُوسٍ مَا أَعْطَيْتِ Sənin əta etdiyin tükənməz. Naqis deyil, tükənməz, bitməz. Həmən o məsələdir ki, Allahın xəzinələri. İnsan dərk eləyəndə ki, bu varlıq hər nə qədər əta eləsə, bundan heç nə tükənmir. Həm qüdrəti var əta eləməyə, həm də ki, bunun nimətləri tükənən deyil. Əgər bu inancı olsa, insan rahat olur. Məsələn, ola bilər, müəyyən qədər mənim ehtiyacım olsun, yüksək ehtiyacım olsun. Yəni, külli miqdarda. Deyək ki, məsələn deyirəm, məsələn, 50.000 manat mənim pula ehtiyacım var. Gedirəm bir dənə imkanlılığın qapısına. Yenə də qəlbimdə şək şübhə var. Görəsən, pul bunda var, əlində pul var, verə biləcək, necə olacaq? Bu, biraz narahatlıq var məndə. Amma mən bilsəm, bu varlıq bütün nimətləri verə bilər və heç nə tükənmir və hər kəsə də verə bilər. Kim bunun qapısına gitsə, nə qədər istəsə əta eləyər, elə olanda insanda bir aramlıq yaranır. Rahat şəkildə və deyək ki, narahat da olmur ki, filan kəs də istədi, o da istəyir, o da istəyir. Məsələn, təsəvvürün gedib siz birinin qapısına, görürsünüz ki, növbəyə düzülüblər. Vay, görəsən mənə növbə çatacaq. Belə şey yoxdur Allahın dərgahında. Mənə növbə çatacaq məsələsi yoxdur. Allah Teala hamıya eyni səviyyədə əta eləyir. Ona görə də o hədisi oxuduq. Əgər bütün insanlar, məxluqlar deyir ki, "Ləv ənə əvvəlukum və əxirəkum və hayyəkum və məyyitəkum ictəmə'u fəmətə kullu vahid fətəmənnə kullu vahidin hər kəs istəsə, bütün insanlar, ölülər, dirilər, yəni istisnasız da əvvəl yaşayanlar, sonda yaşayanlar, hamısı toplaşa və məndən bir şey istəyə,
fə'ataytuhu onu əta eləyərəm, ləm yənqus zəlikə min mulki. Ya lə yunqis zəlik. Mənim mülkümdən bir şeyi azaltmaz bu və ya mənim mülkümdən bir şey azalmaz. Bu dərk bizdə olsa, aramlıq bizə üz verər. Ona görə səbəb budur. Niyə mən səndən istəyirəm ilahi? Çünki sənin bəxşişin azalmır. İnşallah növbəti verilişimizdə davamını bəhs edərik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.